Şapokalizm nədir? Şapokalizm əslində psixoloji bir problem hesab olunur. İnsan öz həyatında, şəxsi həyatında xoşbəxt olmayanda və yaxud da ki, stres yaşayanda, depressiyada olanda özünü serotonin almaq üçün nələrisə alır və bu insanlar əllərinə nə keçir, harda nə görürlər, alırlar və yaxud da ki, endirimdə nə görürlər, alırlar. Amma bunu həll etmək olar. İlk növbədə psixoloqa müraciət etmək lazımdır. Əgər psixoloqa pul vermək istəmirsinizsə, başqa bir yolu var. Nə edirsiniz? Sizə lazım olan şeyləri siyahısında tutursunuz və o siyahıya uyğun sizə lazım olan şeyləri alırsınız ki, əlavə istifadə etmədiyiniz əşyaları, geyimləri almayasınız. Pulunuzu sağa sola xərcləyirsiniz, kredit vəzi götürənlər var və saysız-hesabsız geyimlərə pul xərcləyənlər var. Bunun qarşısını almaq məncə məsləhətdir və yaxınları da eləyə bilər və yaxud da ki, siz özünüz bundan mübarizə apara bilərsiniz. Və sizdə belə bir problem varmı? Əgər tanıdığınız bir adam varsa, bu videonu ona göndərin.